Salam hörmətli tamaşaçılarımız, Muğan TV-nin efirində həftənin ilk gününə olan əsas xəbər buraxılışını izləyirsiniz. Əvvəlcə başlıqlarla tanış olaq. Xankəndi-Laçın yolunda aksiya 43 gündür ki davam eləyir. Əməkdar artist Tünzalə Əliyeva dəfn olunub. Bakıda arvadını bıçaqlayan ər intihar eləyib. Bakıda qadına qarşı soyğunçuluq edilib. Türkiyədə prezident və parlament seçkilərinin vaxtı açıqlanıb. İstanbulda Avropanın ən sürətli metro xətti istifadəyə verilib. İsrailin 5-ci modifikasiyalı Merkava tankı sınaq üçün qoşunlara təhvil verilib. İran nüvə silahının yayılmaması haqqında müqavilədən çıxa bilər. ABŞ Yaponiyada orta mənzilli raketlər yerləşdirməkdən imtina eləyib. Erling Haaland Niderlandlı hücumçunun rekordunu yeniləyib. İndi isə daha ətraflı. Xankəndi-Laçın yolunda aksiya 43 gündür ki davam eləyir. Havanın soyuq və şaxtalı olmasına baxmayaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 43 gündür ki davam eləyir. Gənc aktivistlər gün ərzində olduğu kimi yüksək fəallıq göstərirlər. 2022-ci il dekabrın 12-sində səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam eləyib. Təhlükəsizlik qaydalardan yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Əməkdar artist Tünzalə Əliyeva dəfn olunub. Ötən gün dünyasını dəyişən əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi başa çatıb. Mərhum sənətçi ilə vida mərasimi Heydər məscidində keçirilib. Mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər. Onun cənazəsi dəfn olunması üçün Qurd Qapısı qəbirstanlığına aparılıb. Allah rəhmət eləsin. Bakıda arvadını bıçaqlayan ər intihar eləyib. Ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən evlərdən birində sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən xilasedici köməyə ehtiyac yaranması barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq bir mərtəbəli fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək evə daxil olublar. Evdə aşkar olunmuş 1987-ci il təvəllüdlü Cüvarov Atəş Vahidoğlunun meyidi və sağ vəziyyətdə olan 2017-ci il təvəllüdlü Cüvarov aidiyyatı üzrə təhvil verilib. İlkin araşdırma zamanı 87-ci il təvəllüdlü Atəş Cüvarovun aralarında yaranmış mübahisə zamanı kəsici deşici alətlə 83-cü il təvəllüdlü arvadı Pərvanə İsmayılovaya xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə, daha sonra isə həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci, 125-ci maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Bakıda qadına qarşı soyğunçuluq edilib. Paytaxtın Nizami rayonunda qadına qarşı soyğunçuluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Zərər çəkən şəxs yaşadığı evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq eləməklə içərisində 160 manat mobil telefon və şəxsi sənədləri olan çantasını ələ keçirib. Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ülvi Avazlı saxlanılıb. Həmin şəxsin zərər çəkəni izləməsi təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Faktla bağlı 25-ci polis şöbəsində toplanan materiallar Nizami rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar da varsa, 102 xidməti zəng mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər, deyə məlumatda qeyd olunub. Dünya xəbərlərinə keçid alırıq. Türkiyədə prezident və parlament seçkilərinin vaxtı açıqlanıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini bildirib. Bu barədə Anadolu Agentliyi məlumat yayıb. Ərdoğan Bursa gəncləri ilə görüşündə deyib, ilk dəfə seçkilərdə iştirak edəcək gənclərimizin nümayəndələrini mayın 14-də keçiriləcək səsvermə zamanı düzgün seçim etməyə çağırıram. Türkiyədə prezident seçkilərinin əvvəlcə iyunun 18-də keçirilməsi nəzərdə tutulurdu. İstanbulda Avropanın ən sürətli metro xətti istifadəyə verilib. Türkiyənin İstanbul şəhərində Avropanın ən sürətli metro xətti istifadəyə verilib. Bu barədə TRT telekanalı məlumat yayıb. Qatarlar yeni xətt üzrə 90-120 km/saat sürətlə hərəkət eləyəcək. 34 kilometrlik xəttin çəkildiyi Kağıthane stansiyasından İstanbul Hava Limanına gediş müddəti təxminən 24 dəqiqə çəkəcək. Yeni stansiyaların ona qoşulması ilə xəttin ümumi uzunluğu 69 kilometr olacaq. Gələcəkdə yeni metro xətti yüksək sürətli dəmiryolu xətti ilə birləşdiriləcək. Yeni metro xəttinin istifadəyə verilməsi mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun gündə 800 min sərnişin daşımaq üçün nəzərdə tutulduğunu deyib. O, bir ay ərzində yeni metro xətti ilə gediş-gəlişin pulsuz olacağını da bildirib. Efirimiz davam edir. İsrailin 5-ci modifikasiyalı Merkava tankı sınaq üçün qoşunlara təhvil verilib. İsrail Müdafiə Qüvvələri səhra sınaqları üçün Merkava V tankının yeni modifikasiyasını alıb. Bu barədə yerli kütləvi informasiya vasitələri məlumat yayıb. Yeni tanklar ordunun 401-ci tank briqadasının 52-ci batalyonuna təhvil verilib. Merkava V ən müasir tank əleyhinə raket sistemlərinə tab gətirə bilən və onun ətrafında zərərsizləşdirici qabarcıq yaradan APC Tropi aktiv mühafizə sistemi ilə təchiz edilib. Bundan əlavə, Merkava V həm gündüz, həm də gecə rejimində 360 dərəcə hərtərəfli görünüşə malikdir. Döyüş sahəsinin təsviri komandirin 3D dəbilqəsində göstərilir. Tanka dəyən zərər haqqında məlumat, hədəfi necə vurmaq və mərmi seçmək barədə tövsiyələr də oraya göndərilir. Tank 1,5 min at gücünə malik mühərriklə təchiz edilib və sürəti 64 km/saata çata bilir. Muğan TV-yə baxırsınız. İran nüvə silahının yayılmaması haqqında müqavilədən çıxa bilər. İran nüvə silahının yayılmaması haqqında müqavilədən çıxmaq imkanını istisna eləmir. Bu barədə Mehr Agentliyi məlumat yayıb. Məlumata görə bunu İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahyan bəyan edib. Avropa İttifaqının Sepahın terror təşkilatları siyahısına salması ilə bağlı son qərarını şərh edən nazir deyib ki, hökuməti Avropa ölkələrinin ordularını terrorçu kimi tanımağa məcbur edən İran parlamentinin qərarı əks tədbirdir. Nüvə silahının yayılmaması haqqında müqavilədən çıxmaq İranın əks tədbirlərindən biridirmi sualına Hüseyn Əmir Abdullahyan belə cavab verib. Əgər rasionallığa qayıtmasalar və mövqelərini düzəltməsələr, istənilən tədbir görülə bilər. ABŞ Yaponiyada orta mənzilli raketlər yerləşdirməkdən imtina eləyib. Amerika Birləşmiş Ştatları Yaponiyada orta mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina eləyib. Bu barədə Yaponiya mətbuatı məlumat yayıb. Qeyd olunub ki, rəsmi Vaşinqton hesab eləyir ki, Tokionun Tomahawk qanadlı raketlərinin yerləşdirilməsi və mövcud tip 12 raketin mənzilinin artırılması əks hücum qabiliyyəti əldə etmək niyyəti ilə əlaqədar olaraq Çini cilovlamağa kifayətdir. Bundan əlavə, ABŞ Yaponiyada ilk növbədə bu cür silahların yerləşdirilməli olduğu ərazilərin sakinləri tərəfindən anlaşma əldə etməyin mümkün olacağına şübhə eləyir. Buna baxmayaraq, Çinin hərbi potensialının güclənməsi ilə əlaqədar qüvvələr balansı dəyişərsə, Amerikanın orta mənzilli raketlərinin Yaponiyada yerləşdirilməsi ilə bağlı müzakirələr bərpa oluna bilər. Erling Haaland Niderlandlı hücumçunun rekordunu yeniləyib. Tez çatan oyuncu olub. Van Nistelrooy bunu 65 oyuna bacarıb. 3-cü sırada Luis Suarez, 4-cü yerdə Alan Shearer, 5-ci pillədə isə Robbie Fowler qərarlaşıb. Qeyd edək ki, Manchester City Wolverhampton maçı meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə başa çatıb. Sonda isə hava haqqında məlumatla tanış olaq. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Axşama doğru tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə istidən gündüz 6-10 dərəcəyədək isti olacaq. Belə, əziz izləyicilərimiz, bugünlük bu qədər. Qismət olsa sabah görüşərik.